Selam dostlar. Bugün sizinle birlikte yine süper bir videoyla karşınızdayım. Bugün sizlerle birlikte futbolcuları tier liste, yani futbolcuları pistten ele kadar, yani gota kadar sıralayıram. İsterseniz göstereyim neler var. En üst goat'tı. Onun altındaki əladır. Orta normaldı. Normalın altında pisdi ve en axırda tanımıram. Tanımadıklarımı bura koyacağım. Onu da uzatmadan keçelim. Ve ilk futbolcumuz Kubo. Adı belə deyil. Bəli, Kubo. İndi ben bu adamı çok oynamağını görmemişim. İndi buna normal da demək olmaz. İndi pisə qoyacağım çünkü aralarda məncə daha yaxşıları var deyə fikirləşdim. Dedim ve tanımadığım futbolcu geldi. Tanımıram. Sonra Mitoma. Doma. Ve yani bunu da çok oynamaya görmedim. Ona göre pise koyuram. Hüciysen. Genç futbolcumuz. İngilizce pise koyuram ama bence qabaqda Hüciysen bence nəsə edəcək diye fikirləşirəm. Ve bir daha da tanımadığım futbolcu. Bunu da alta koyuram. Ve Gravenberch. Bu adam var ha. Sıra değil bizi. Həqiqətən. Ben bu indiri normal koyuram ama ələyə koymuram. Əlada məncə daha yaxşılar olacaq. Görsən qolta kimsə girəcək. Görsən kim? Gravenberch'i də normala koydum çünkü çok əla oynayır. Sırada Rodrigo. No. Bence yaxşı futbolcu. Oynamağını görmüştüm. Yaxşı oynayır. Harda oynayırdı? Arkada oynayırdı bu deyəsən. Bu arkalarda oynayırdı Rodrigo. Oynamağını görmüşəm, yaxşı oynayır. Yenə tanımadığım. Balde de oxşayır. Amma deyəcəm şey tanımıram. Bəlkə Balde de deyil, bəlkə başqa futbolcudur. Böyle sırada Ter Stegen. Uydu. Qapıçılarda en yaxşılardan deyə bilərik. Bu mən ələ qoymaq istəyirəm. Qolta qoymuram, amma ələ qoyacağam. Həqiqətən çox gözəl qapıçıdır. Top gələn kimi tez çıxarda bilir. Refleksləri əladır. Ona görə sənə ələ qoydum. Və sırada Kubarsi. Kubarsini de çox yaxşı oynamağını görməmişəm. Ona görə pisə qoyuram. Yəni məncə qabaqda bu da yaxşı oynaya bilər. Bu da neçə yaş var? 17-18 yaş var və Yamal kimi əla oynayır. Və gəldi Kamavinga. Kamavinga məncə o qədər yaxşı deyil mənim gözümdə. Normala qoymaq istəyirəm. Peki oynamağını da çox görməmişəm. Ona görə pisə qoyuram. Onların oynamaqlarını gördüyümdən bilə bilərəm də nə tür oynadılar. Kamavinganı çox görmədim. Ona görə pisə qoydum. Tanımadığım futbolcu daha. Və bunun adı yadımdan çıxdı. Kusanov idi, nə idi? Bəli, odur. Kusanov. Bu da məncə Özbəkistanlıdır və yaxşı oynayır. Manchester City oynayır. Yəni bu normala qoymaq istəyərdim. Normal da təzə görürəm. Ona görə pisə qoyuram. Təzə görürəm çünki bunu. Məncə bu da qabaqda yaxşı oynaya bilər. Və Rafael Leao gəldi bizim ürəyimiz. Rafael. Bunu normala qoyacağam. Çox sürətlidir bu. Və əla tanımlayır hamını görmüşəm. Həqiqətən də hamını keçir. Əladır. Və Xavi Simons. Bu da tuzu görürəm. Ona görə pisə qoyacağım. Dostlar, bir də mən bu part eləməyə qərar verdim. Bilmirəm nə qədər part olar. 2 mi, 3, 4, 5. Baxacaq da görək nə qədər var. Nə qədər futbolcu sıralamışıq? 15 də dostlar futbolcu sıralamışıq. Əslində bölümü hamısına 20 eləyim. Məncə hamısına 25 eləyək. İndi 15 də var. Biz 10 da daha sıralayaq və video qutararıq. Və Brahim Diaz da bir də qaçışı var idi. Ekrana qoyaram. Elə sürətli qaçırdı. O blokı yəni tutdu orada.
Sürəti çoxdur. Bu İspaniyalı deyil deyə bilirəm. Bu şeylidir. Bu haralıdır ala? Hə, Morokko. İngiliscə deyiliş elədi amma adı yadımdan çıxdı. Amma mən diləyib pisə qoymaya qərar verdim. Aslında altı diləyəlim. Yəni deyə bilərdim. Və bu tanımadığım futbolcudur. Bu da tanımam. Hapsını tanımadım ki mən. Onu da tanımadıqlarımı qoyublar. Və Tonali. Bəlkə bəzilərini bilirəm amma məsələn bu Balde oxşayır. Mən bu Balde kimi hesab edəcəm və normal qoyacam. Bu da Balde də yaxşı oynayır. Gəldi Tonali. Oradan bir vaxtlar tanınırdı. İndi bu adam tanınmır çox vaxt. Yəni bu da pisə qoyacam. Ümidçalı çox pisdir. Və bunlar haralıdır heç bilmirəm ki. Və Dani Olmo gəldi. Dani Olmo'dan normal futbolcu pisə qoyacam. İndi nə qədər idi FIFA'da bilmirəm amma az idi. 79 adı idi deyə bilirəm. Dani Olmo. Və Gavi də yaxşı oynayır. Bu da normala qoyacam. Barcelona'nın gənc ulduzudur. Gavi mənim gözümdə. Siz nə tər fikirləşirsiniz? Şərhlərə yazın. Mən Gavini belə qoymaq istədim. İndi baxın neçələr var. 17 də sıralamışıq dostlar. Bəli 17 də. Və gəldi Tuchram. Baxaq. Tuchram da yəni əla futbolcu deyil indilik. Amma bence indilik pisə qoyacam. Amma bir damcı oynamağını görüm. Və məncə bir damcı da güclənə bilər futbolcu. Tuchram. Tuchram bir də futbolcu var idi. Onun oğludur deyə bilirəm Tuchram. Dostlar mən bir də sahib gəldim. Qarşıdıram. 18'də 18'də yaddan çıxmasın. Havertz çox. Yəni mən fikirləşirdim gəncdir. Amma çox oynayıb Havertz. Pisə qoymayaq. Havertz'in məncə oynamağı yaxşıdır. Chelsea'də oynayıb, Leverkusen'də oynayıb. Həqiqətən yaxşı futbolcu olub mənim gözümdə. Deyirəm yəni dostlar. Hansı yəni pissə şərhlərə yazın. Və Tchouaméni. Bu da indilik normal. Yəni bu da defansdır deyə bilirəm səhv salmıramsa. Və defans olaraq məncə əla iş gördüyünü fikirləşirəm. Tchouaméni'nin məncə mənim gözümdən gözəl. Və Nico Williams. 2 də Williams var. Biri saqqallıdır, biri saqqalsızdır. Bu gənc olan adın William. Bu William'ı da indilik normala qoyacam. Məncə bu da yaxşılaşa bilər. İndirək Atletico Bilbao'dur da. Bəli. Bilbao'dadır. Məncə güclü komandalara getsə məndə daha da güclənə bilər mənim gözümdə. Bu Nico Williams. Və sırada yəni dostlar çox çıxarda bilmədim. Ona görə tanımırama qoyacam. Tanıdığım da ola bilər amma mənə tanış gəlmədi. Və Phil Foden. Phil Foden'a baxaq. Phil Foden də yəni indilik pis deyil. Hələ City'dədir. Məncə qabaqda daha yaxşı işlər görəcəyini fikirləşirəm. İndi bu il bilmirəm necədir amma yadımdan çıxıb. Amma həqiqətən də gözəldir Foden oynamağı. İndi bir də əlamız Ter Stegen və elə ki quvvatımız yoxdur. Bəlkə qabaqdakı partlarda ola bilər. Və Palmer. Və ikinci əlamız gəldi. Palmer bir dəfə Manchester City təkdana çiliyirdi. Həqiqətən də böyük işlər görür Palmer. Yəni mənim gözümdə əla bir futbolcudur Palmer. Məncə qabaqda daha da güclü ola bilər. İndi 20'lərdədir də deyə biləm. Bəli, 20'lərdədir. Məncə daha da yaxşı oynaya bilər Palmer. Və MC Tominey. İndi Tominey də çox görməmişəm oynamağını. Ona görə pisə qoyacam. Və dostlar baxdım nə qədər sizcə sıralaması bilirsiniz. 31. Və Doğu Barcelona bunlar qarşıdırıram ona. Çox oxşayırlar. Elə bir qardaşdırlar ala. Bəlkə qardaş ola bilərlər, baxaram. Doğu məncə bu da indilik
ya normalı qoyula bilər çünki yaxşı oynayır bu da. Bilmirəm, amma pis də ola bilər. Onun arasında gedib gəlir. Amma indilik mən bu Dowen'i bura qoymağa qərar verdim. Və Barsola. Onun indilik oynamağını çox görməmişəm. Dowen'i bir damcı görmüşəm. Yaxşı oynayır. Amma Barsola indilik təzə-təzədir məncə. Dowen məncə ondan bu damcıda ay olaraq çoxdur məncə yaş. Barsola ona qoydum və Emiliano Martinez'i də normala qoymaram, amma normala qoyaram. Yaxşı, əsas da Dünya Kubokunu çox şükürdür Dünya Kubokunda dostlar. O Kolomuani'nin onun ne tər çıxartdı, hələ də yadımdan çıxmır. O epik an Dünya Kuboku var. Amma indilik mən əla qoymaq istəmirəm. Onu mən normala qoymaq istəyirəm. Və bu kim? Tanıdık da, amma bu da tanımırama qoyacağım. İşte bu da tanıdıqdır ala. Maignan, hə. Şimdi yadıma düşdü, Maignan. Qapıçılar var ha, məncə normaldır. 3 də qapıçı çıxdı da. Ter Stegen məncə aralarında daha yaxşıdır. Maignan dindilik yaxşı qapıçıdır. Baxaq qabaqda nəsə eləyə biləcək. Onu normala qoydum. Və Çonde. Yəni burada təzə görürəm, yəni çox görmədiyim üçün pis atıram. Və Alexander Arnold Trend. Alexander'ı da normala qoyacağam. Sürətlidir. Və həqiqətən Vini Junior'u bir dəfə qaçırdı, o tutmuşdu. Yəni Vini Junior bir sözünə qədər sürətlidir o. Məncə Trent'i də normala qoymaq olar Alexander'ı. Və bu da axırıncı olsun Marquinhos da sevdiyimdəndir aralarında. Amma indilik bu da normala qoyacağam. Dediyim kimi Qovata 2 nəfər var, onları qoyacağım. Əslində bunlar təzə futbolcular deyil dostlar. Köhnə futbolcuları heç görmədim. Bu dəfə köhnəsini də eləyərik. Və qutardı. İndilik bu dostlar birinci partiydi. Mən dostlar bir də damsını sayacağım. 39 da dostlar 39 da var imiş. Dostlar bir də aralarından elə-belə seçəcəm. Kurtuva. Ay bey. Ronaldo var imiş yanında. Kurtuva gəldi vaxtda. Nə var? Kurtuva da bax Qovata qoya bilərəm. Amma aralarında indilik əladır. Sevdiyim qapıçılardandır Kurtuva. Siz də məncə sevdiyinizi fikirləşirəm. Çünki əla qapıçıdır mənim gözümdə, sizin gözünüzdə də məncə. Məncə Ter Stegen'dən daha yaxşıdır. Mən istədiyim məncə Ter Stegen'dən daha yaxşıdır, amma Qovat da deyiləcək qədər də deyil. Və ilk partımız qutardı. 40 da futbolcu ilk partdan olur. Şu partda bilmirəm artıq nə arayacaq. Dostlar, sizcə hansı məsələn pisə normala getməli idi? Məsələn bu futbolcu əlaya getməli idi, bu futbolcu normala getməli idi, bu futbolcu pisə getməli idi. Mən belə fikirləşdim. İnşallah bəyənərsiniz. Video like atıp abone olmayı unutmayın. Bu gün mənə bu qədər. Sağ olun.